Səni tanımağıma çox məmnun Mən də oldum. şad Hansı oldum. yenə görüşürük? Mütləq görüş. Oldu evə çatanda xəbər edin. Sağ ol. Kızlar bugün hayatımın en berbat date'ine çıktım. Gagaş bildiğin red flag'dir. Deməli bu gün yerimdən durdum, günəşi salamladım, idman elədim, duş aldım, makiyaj etdim. 2 ildir ki münasibətim yox idi. Dedim bu gün olar. Bu da mənim bugünkü lookum. Linkləri storydə paylaşmışam. Qaqaşla bir həftə olar tanış olmuşuq. Tanış olduğumuz gün başladı love bombingə. Açığı bir insanın bir günə mənə aşiq olmasına inanıram. Çünki niyə də yox? Amma qızlar siz olun, love bombingə düşməyin. Dünən danışmışdıq ki 28-də görüşək. Okey dedim. Hazırlaşaram, gəlib məni götürər. Amma metro ilə gedirəm. Yaxşı ki birinci günlər metro avtobuslarda Mastercard ilə NFC ödəniş edəndə gediş haqqı 1 qəpik olur. Belə ekonomi elə axırda özümün maşın alacağam. İlahi bir insan nə qədər boş-boş danışar, dəqiqə başı da zarafat elirdi. Yalandan gülürdüm ki pis olmasın. Özdə soruşdum bundan yüksələnin nədir? Sразу dedi qız. Özünüz başa düşdünüz də. Oğlan soruşdu məndən açsan, dedim yox. Amma mən yox dedimsə deməli acam da deməyəcəm ki apar məni restorana. Nəysə elə Acaç parkda gəzdi. Elə buna görə də tez bazar oğlandan ayrıldım ki gedim heç olmasa qoğal yeyim, qarnım doysun. Yəni bildiyin rasxodsuz date. Özüm ödədim, özüm yedim, özüm gəzdim, canım özüm. Ona görə qızlar mən həmişə deyirəm öz ayaqlarınızın üstündə durun. Heç bir kişiyə möhtac olmayın. Hələ üstsüz axırda deyir ki, görüşərik. Gözdə görüşdük.